Bolnisi Belediyəsinin Kəpənəkçi kəndində şair Binəli Bayramın ilk kitabının təqdimatı və 60 illik yubileyi keçirilib. Tədbir Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutub. Təqdimat Gürcüstan və Azərbaycan himnlərinin səslənməsi ilə açıq elan edilib. Tədbiri 2 çağırış parlament deputatı olmuş Gürcüstan Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Ramiz Bəkirov açıb. Ramiz Bəkirov hər kəsi salamlayıb və şairi həm kitabının çap olunması, həm də 60 illik yubileyi münasibəti ilə təbrik edib. Ramiz Bəkirov sözünü bitirdikdən sonra tədbirin idarəsini Gürcüstan Azərbaycanlıları Konqresinin Kəpənəkçi təmsilçisi Çingizxan Yaqubova təhvil verib. Tədbirdə Gürcüstan Azərbaycanlıları Konqresi sədri və nümayəndələri, Könül Köşkü Təşkilatı və üzvləri, Kəpənəkçi elinin şairləri, bölgə ziyalıları və gənclər iştirak ediblər. Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusubov çıxış edərək Kəpənəkçi elinin şairlər şəhəri olduğunu vurğulayıb. O bildirib ki, Gürcüstan Azərbaycanlıları Konqresi həmişə yazıb yaradan insanların yanında olmağa çalışır. Sədr həmçinin şairi Gürcüstan Azərbaycanlıları Konqresinin fəxri fərmanı ilə təltif edib. Tədbirdə Könül Köşkü Təşkilatının rəhbəri Ayda Güluzar və üzvləri şeirlər səsləndirərək, mahnı ilə çıxış edərək tədbirə rəng qatıblar. Bununla yanaşı tədbirdə məktəb şagirdləri şeirlər səsləndiriblər. Tədbirdə aşıq havası səsləndirilib, rəqslər edilib. Şairlər öz yazdıqları şeirləri ilə şairi Binəli Bayramı təbrik ediblər. Tədbir yemək süfrəsi arxasında başa çatıb. Bugünkü tədbirimiz Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Borçalımızda, Kəpənəkçi kəndində baş tutdu. Hüseyin müəllimə xüsusən şəxsən təşəkkürümü bildirirəm. Məclisimizdə Sadət da iştirak elədi, çox sağ olsun. Uzaq yolları yaxın eləyib buyurub gəlirdi. Ziyad Novruzoğlu, Yaşar Kəmaloğlu, Ayda xanım müğənni kimi, Həcər xanım müğənni kimi iştirak elədi və Kəpənəkçi kəndinin şairləri Təcnis Abbas çıxış elədi. Çingiz müəllim, Ramiz müəllim, İlaç saqqalları hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Bugün mən bir Kəpənəkçi oğlu kimi çox şadam ki, öz kəndimizdə Turan yolu, Haqqın yolu kitabının təqdimatını keçirdim. Bu mənim üçün böyük şərəfdir, böyük fəxirdir. Çünki bu ulu torpaq, bu Kəpənəkçi kəndi dahilər yetirən bir kənddir. Türk dünyasına dahi Zəlimxanı yetiribdi. Türk dünyasına bir türkçü kimi Abbas Abdullanı yetirdi və bugün də şairlər onların yollarını davam elətdirir. Çox şadam ki, mən Kəpənəkçi anadan olmuşam. Allah yerimizi, obamızı var eləsin. Var olsun Kəpənəkçimiz, var olsun Borçalımız, var olsun Türkiyəm, var olsun Turanımız. Turan evlər var olsun, Tanrı Türkiyə yar olsun. İnşallah, maşallah, Binəli Bayram. Və nə mutlu Türkəm deyənə.